Salam dostlar. Biz dəfələrlə hər iki profilimizdə, istər bu profildə, istər o biri profilimizdə, çünki mən burada tanıyanlar bilir ki, bizim iki profilimiz var və bu iki profildə biz dəfələrlə bəyan etmişik ki, əslində Azərbaycanın əzəli düşməni kimdir? Eyni zamanda həm Azərbaycan, ümumiyyətlə türklüyün əzəli düşmənləri kimdir? Bunu biz bir nömrəli olaraq bildirmişik ki, vurgulamışıq ki, bu Rusdur. Hal-hazırda Ukrayna ilə müharibə aparır və hal-hazırda Ukrayna haqq savaşındadır və bu savaşda da Ukraynaya uğurlar arzu edirik. Son olan hadisələr də göz önündədir ki, Rusiya artıq 4 ildən, 4 ilə yaxınlaşır, 4 il artıq tamam olur. Yəni birazdan sonra bu böyük vətən müharibəsini ötmüş olacaq. O il vaxtı ilə, yəni vaxt ilə artıq o müharibəni geridə qoyacaq ki, Rusiya hələ də istədiyinə tam-tamına nail ola bilməyib və bu bilməyəcəkdir. İndi isə biz yəni burada videoları mən paylaşa bilərəm, eyni zamanda yuxarıdan ramka formatında. Ehtiyac yoxdur, istəyən gedib öz axtarışını tapsın. Niyə burada elə hər şeyi gərək eyni nöqtəsinə, virgülünə qədər faktlarla göstərək də, yəni danışam və mən danışan əgər dinləyəcək şəxslər də getsin özləri açsınlar, araşdırsınlar. Yəni bu sözü deyilir, sözü sonra gedib özləri araşdırsınlar, özləri baxsınlar. Niyə hər şey ancaq nöqtəsinə, virgülünə qədər kimlərsə deyilməli, çatdırılmalıdır? Deməli bir videoya baxırdım bu Rusiya-Ukrayna savaşından. Orada bir Çeçen əsgərlərin deməli əllərini belə yuxarı qaldırıb, biz gedirik, nə bilim Allah, nə bilim bizimlədir, nə bilim odur, budur. Birinci buna sorulmaq lazım ki, sən hansı ümumiyyətlə sən Allah kəlməsini dilə gətirirsən? Sən gedib kim üçün savaşırsan? Hansı vətən üçün, nə vətən üçün? Sən gedirsən, Allah deyirsən, orada gedib Ukraynada sivil vətəndaşları öldürürsən, uşaqları öldürürsən, qocaları öldürürsən. Yəni bunu elə bilsən ki, nə olsun ki, müsəlmansan? Elə bilsən Allah sənə bu məsələdə sənə dəstəkdirmi? Həqiqətən sənin yanındadırmı? Sən ümumiyyətlə sənin bir müstəqil ölkən yox, heç nəyin yox. Və maraqlısı da budur ki, həmən əsgər ilə Allah Allah deyir, sonra da Ukraynalılar nə edirsə, başına dron yağdırır, nə bilim raket yağdırır, başlayır oturur ağlamağa. Yaxşı, niyə ağlayırsan? Sən gör, yəni sənin müstəqil bir dövlətin yoxdur, nə gündəsən sən. Hayf o Dudayevdən ki, yəni Dudayev bilsəydi ki, siz bu tür vəziyyətdə olacaqsınız. Yəni bəlkə də adam qəbirdə bir dəqiqə atılıb düşür ki, hayf məndən, hayf mənim kimlərdən. Amma gələcəkdə düşünürəm ki, çeçenlərin içərisindən bir düzəməlli bir çeçen balası çıxacaq və öz müstəqilliyini tələb edəcək və qalxacaq ayağa. Və bir də videoya baxmışdım. O videoda çeçen artıq anaları istəmirdi oğlanlarının müharibəyə getməsini. Sonra isə Dağıstanlılar haqqında danışmaq istəyirəm orada. Dağıstanlılar da yenə eyni vəziyyət, eyni format. Yenə də müstəqil dövlətləri yoxdur. Elə bil ki, bunlar bilsən necədir? Onlara, bax bu çeçenlərdir, Dağıstanlılardır. Yəni hal-hazırda onlara elə bilmir ki, Rus sizə elə bir şey kimi baxır da, belə möhtəşəm bir, fərqli bir şey kimi baxır. Rus sizə çumo kimi baxır. Əlimin altında xalqdır, millət istəyəndə göndərəm döyüşə, öldürürəm, belə falan, bu kimi şey kimi baxır Rus. Elə bilmir ki, Rus sizə elə möhtəşəm bir şey kimi baxır. Yəni bu gələcəkdə mən indi yenə də danışacağam, çünki bunun üçün plan konspekt hazırlamışam, onunla danışıram. Sonra isə orada Yakutlar haqqında. Heyf, yəni onların da bir videosuna baxdım, danışdılar, müharibəyə gedib ərimiz, amma onun arzusu nə bilim burada torpağa bastırılmaqdır, odur, budur. Yəni baxırsan ki, Yakutlar Türk oğlu, Türkdülər, soylar Türkdülər, amma nə olublar? Beyinləri yuyulub, manqurtlaşdırılıb. Yəni içimizdə hələ də bu cür yaşayan türklər var.
Yəni yenə də buna görə heyfslənirəm. Çox heyfslənirəm ki, elə bir toplum var. Türk toplumu var. İndi gücsüz olsan da, zəif olsan da, yəni tamamilə ruslaşıb da, yəni nətər tamamilə olmasa da düz deyim, bəziləri hətta nəsə bir şey içində bilsə belə, hiss etsə belə, amma yəni ki, faktiki olaraq adamın yaşayışı rusdur. Sonra rusların bu 10-cu sinif şagirdinin tacik uşağının öldürülməsi. Yəni hal-hazırda milliyyətçilik də bizə məsələn nöqsan bildirəndə deyirlər, elə milliyyətçilik hal-hazırda Rusun ən yaxşısı, ən orijinalı elə Rusun özündədir. Tacik uşağı məktəblini qətlə yetirdi. Yəni bu da videosu var da, yəni bunun yenə videosunu burada qoymağa ehtiyac yoxdur. Yəqin ki bilirsiniz. Amma indi mən sizə bir söz deyim. Qazaxıstanda bir Rus deməli çıxır videoda, Qazaxıstanda yaşayır həmin Rus kökənli adam. Bir xanım buna sual verir ki, siz istəyərsinizmi ki, Ruslar gəlsin təkrar buranı alsın və bunun uğrunda savaşarsınızmı, yoxsa yox? Deyir, bəli, mən istəyərəm gəlsinlər və bunun uğrunda da mən savaşmağa da hazıram. Bunu görən, özünü Türk oğlu, Türk kimi bilən, ümumiyyətlə Kazak qardaşlarımız həmən videonu çəkən adamın ünvanına gedirlər və videonu çəkirlər. Deyirlər ki, sən demisən belə bir söz. Anası da durub arxada. Anası da əllərini tutub belə yalvarır ki, yəni heç nə eləməyin də oğluma. Və həmən Rusa, Qazaxıstanda yaşayan Rus kökənli Qazaxıstan vətəndaşları deyirlər ki, nimedlinni, yəni tez bir qaydada sözlərini geri götürürsən və üzrxahlıq edirsən. Əks halda sənin üçün yaxşı olmayacaq. Və həmən Qazaxıstanda yaşayan Qazaxıstan vətəndaşı olan Rus əsilli vətəndaş da üzr istəyir. Mən belə bir söz, yəni demişəm, sözümü geri götürürəm və bir daha belə bir kəlmə işlətməyəcəm. Və bunu Kazak qardaşlarımız elbər sağ olsunlar. Buradan həmən o içində türklük, milliyyətçilik, öz dövlətini yəni birlik halında görən Kazak qardaşlarımıza buradan salamlarımı göndərirəm bir daha. Və bilin ki, artıq Qazaxıstan da həmənki Qazaxıstan deyil. Artıq siz nə Azərbaycandır, nə Qazaxıstandır, nə Özbəkistandır. Artıq elə bir şey edə bilmərsiniz. Özbəkistanda da bilirsiniz də, bu bir video var, paylaşmışam səhv edirəmsə onu. Bir Rus, bir Özbək məktəblinin üstünə qışqıranda 10-cu sinif Özbək şagirdi, Türk oğlu Türk gəldi onun üstünə qışqırdı ki, sən niyə qışqırırsan? Sən başım kimsən? Sən Russan. Başım dönsən öz vətəninə. Burası sənin vətənin deyil. İndi isə qısaca baxış olaraq Sovet dövründə Azərbaycanı bu bəzi tərəfləyənlər var ki, o dövrdə belə idi, falan idi, o idi, bu idi. Bu adicə bir şey götürürəm də. Sovet dövründə yaşayış tərzi necə idi? Hansı formada idi? Məsələn, adi bir şey götürürəm. Suların ümumiyyətlə gəlməməyi, çörəyin tapılmaması, ondan sonra çox geri məsələlər vardı. Problemli məsələlər vardı. Amma onlar bugünkünü görsənmir. Niyə? Çünki Azərbaycanda hələ də bu SSR tör-töküntüləri, taxtabaşları var və o taxtabaşlar da eyni qaydada yenə də tərifləməyə davam edirlər. Kimlər ki onu tərifləyirlərsə, onlar taxtabaşdır. Onlara hətta belə bir şey deməklər, kalbasa başdılar. Çünki kalbasa deyib durublar da, olsun kalbasası, qaviyədinə, o, bu. Və Azərbaycanda Sovet dövründə özünə həqiqətən də milliyyətini düşünən bir çox mütəfəkkirlər olub, elmi adamlar olub və onlardan belə deyək də bəziləri insanların qapısını yumruqla döyməyib, onu satira ilə və
məsxərəyə qoymaqla bəlkə də insanları ayıltdılar. Bunlardan mən birincisini deyərdim, mozalan olmuşdur. Elə o su məsələsində mozalanda yəni videosu da var, filmdən də hətta qoyublar. Film kimi yəni. Evə su gəlir və xanım məyətər qalır və evin kişisi qalxır ayağa dərhal deyir ki, zəng eləyir bu vadakanala zəng eləyir, bu su idarəsinə də, indiki su idarəsinə zəng eləyir ki, bəs qardaş bizə su gəlir. Yəni biz istəmirik bizə su gəlsin. Biz çünki öyrəşmişik artıq vedrələrdə, balonlarda su daşımağa. Bizim suyumuzu kəsin. Su da sonra kəsilir. Bu mozalanda elə bil ki, satirik bir formada yön vermişlər. Əslində bu o dövrün problemlərindən biri olaraq vardı. Və bir də Cəlil Məmmədquluzadənin Molla Nəsrəddin jurnalı və o satirik formada yenə də eyni qaydada insanların qapısını yumruqla deyil, satira ilə döyməyə çalışmışlar. Və mən ikisini misal gətirdim və bu mozalanın çıxması, Molla Nəsrəddinin ümumiyyətlə ərsəyə gəlməsi heç də boş şeylər üçün deyil. Əgər o dövrdə belə problemlər yox idisə, onda bu mozalan və Molla Nəsrəddin kimi satirik bir formülün ortaya çıxması bu nəyə görə idi? Nə üçün idi? Bəyən bunlar xalqın millətə ayırtmaq üçün deyildimi? Ona görə də bu içimizdə indi hal-hazırda yenə də Rusun tör-töküntüləri var və dövlətimiz də bunun barəsində artıq ölçü götürür və ölçü götürməyə davam eləyir. Ona görə də yəni yavaş-yavaş təmizlənir və təmizləməkdə davam eləyir və bundan sonra da belə davam eləyəcək. Və çıxışımın sonunda mən bizim Azərbaycan xalqının türk kökənli olması barəsində Ulu Öndərimiz Heydər Əliyevin çıxışları da var. Ən sonunuzda mən paylaşmışam. Paylaşımda hətta yaxşı da baxış sayı toplayıb. Azərbaycan türk dilli xalqlar qrupuna mənsubdur. Dilimiz də türk kökənlidir. Özümüz də türk kökənliyik. Çox sağ olun dostlar.